Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşrutlarından 200-250 metr məsafədə, maksimum 300 metr məsafədə 5 sota yaxın bir ərazidə həyət evi satışa çıxıb, hörmətli izləyicilər. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. Sona qədər İznik ev haqqında sizə məlumatlarımı verim, hörmətli izləyicilər. Allah ev olmayanlara da gözəl evlər qismət eləsin. Nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Bu ev şəxsi tikili bir ev olub, indi təzədən təmir olunub, satışa çıxıb. Evin tikilişində problem olunmaz. Ev demək kolonlarla inşa olunub. Demək bax, birinci mərtəbəsində demək kəmər verilib, sonra monolit beton tökülüb, bir də yuxarıdan bir də kəmər vurulub. Yəni evin də həm də qıraqlardan bəzi evin içində də beton ricerlərlə ev toxunub. Yəni ev həqiqətən çox möhtəşəm bir evdir. Evin keyfiyyətinə söz ola bilməz tikişində. Ən azından evin, yəni gəlib başı çıxan adam öz ustasını gətirib yoxlatdıra bilər. Həyətyanı sahəsi gördüyünüz kimi geniş, həyətlə rahat. Gündən qeyd edirsiniz, bir 7-8 maşın daxil ola bilər. Gördüyünüz kimi də yüngül varı burada ağaclıqları. Evin demək olar, sağ tərəflər zaten hamısı açıqdır, havalanma uyğundur. Pəncərlərlə tam rahat evin içinə işıq düşür. Evin xarici işdə göz qabağında. Keçən də evin içinin təmirlə tanış olaq. Evdə yüngülvari işlər qalıb, demək olar, ev təmirdən çıxıb. Girəşin kimi geniş dəhlizdən rastlaşırıq. Gördüyünüz kimi də evin təmiri ideal vəziyyətdə təmir olunub. Döşəmələri istipoldur. Üzləşirik birinci mərtəbənin sanuzeli ilə. Bu birinci buranı çəkək göstərək. Geniş sanuzeli var. Gördüyünüz kimi draplar qoyulub iki tərəfdə. O tərəfdə duş kabinlə yerdə qoyulub, burada qoyulub. Sağda birinci, burada qonaq otağıdır. Qonaq otağı təxmini aradasa 4 metrin, bu göstərim təxmini 10 metrdən çox olar. Rahat bir 10 metr var hələ. 40 kvadrata yaxın, 40 kvadratdan da çox olar. Bunu nəzərinizə çatdırım ki, genişdir. Demək, hörmətli izləyicilər, döşəmələri həm istipol kimidir. Belə də eləyib, belə də eləyib. Yəni, həm aksesuar qoya bilərsiniz, atabiləydi, həm də belə döşəməsi də istipoldur. Keçən evin başqa bir otaq var. Buna da tanış olaq. Aşağıda 2 otaqdır. Bax, hörmətli izləyicilər, bura ricerlərdir deyə. Bax, bu hissəsi də ricerdir. Görürsünüz, ev toxunub, bax, beton ricerlərdir. Sadəcə ev sahibi buranı ricerdən belə bağlayıb, bir dənə otaq eləyib. Əslində, bura ricerlə bağlanıb. Burada bir 4-4-də bir geniş yataq otağıdır. Ev neçə yerdən beton ricerlərlə işlənib. Yəni, bax, orada da izləri qalıb, səliqəli səhmanlı düzəldiblər. Ev həqiqətən çox gözəl evdir, tikişdə söhbət ola bilməz. Burada 4-ün 5-i haradasa 20, bəlkə də 6 metr olar, 20 kvadratlıq bir geniş bir mətbəxdir. Keçirik indi, hörmətli izləyicilər, yuxarıdakı otaqlarla tanış olaq. Demək, aşağıda bir zal, bir yataq otağı. Burada da şkaf yığdırıb, paltarlı qoyub ağaca da əlverişlidir. Nə istəsiniz, qladok qızat yarada bilərsiniz. Çox əla vəziyyətdə, yəni bütün hər şərait burada nəzərə alınır. Qalxır yuxarı ikinci, bağıra mərtəbəsi betondur. Mərmərdən yığdırıb, görürsünüz, pləkanlar da çox qəşəng səliqəli yığdırıb. Balyasları ev sahibi qoyduracaq, bunu nəzərinizə çatdırım. 5 dədə otaq buradadır. Demək, hörmətli izləyicilər, 1, 2, 3, 4, 5 otaq. 7 otaq. Aşağıda bir zal, bir yataq otağı, 5 dədə yuxarıda. Burada 7 otaqdır. Burada 4-ün 4-də bir geniş yataq otağıdır. Burada bir yenə haradasa 20 kvadrata yaxın bir otaqdır. 20 kvadrat olsa da içində bir dənə əlavə sanuzeli. Görürsünüz, yataq otağın içində də sanuzeli var. Əlverişlidir. Burada yenə 4-ün 4-də bir yataq otağıdır. Otaqlar gördüyünüz kimi geniş, ürəyəsən əlverişli. Bir yataq otağı da burada, 5 dənə otaq. Qiymətdə, hörmətli izləyicilər, endirilib. İkinci mərtəbənin ayrıca sanuzelidir. 3 dənə sanuzeli var. Keçirik buradan bir də ayrıca bir yataq otağına. Bu da haradasa 4-cü səliyyədə biraz aşağıdır. Bu 16-dan aşağı 14-15 olar.
Az fərq edir. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürməyin yaddan çıxmasın hörmətli izləyicilər. Evin qiyməti 145 mindən 135 minə endirilib. Yenə də endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. 245 mindən 235 minə endirilib. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin. Sənədi də bələdiyyə ilə sənədidir, arxivli sənəddir, onda yerdə sahibi ilə danışarsınız.